Çox bir xoş əhval, ruhiyyə bəxş edəcək xəbərdir və neçə il öz ata-baba torpaqlarından uzaqda yaşamağa məcbur qalan bizim vətəndaşlarımız yenidən qayıdacaqları öz dədə-baba ocaqlarına və orada sağlam ruhla yaşayacaqlar və inşallah deyirəm. Belə ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qaçqınların və məcburi köçkünlərin iş işləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə olmaqla 196 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızın işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Bəli, gözünüz aydın olsun. O səfalı torpaqlarda yenidən gedib yaşamaq böyük bir xoşbəxtlikdir. Hər birinizə orada uzun ömür və can sağlığı